dərsdə yararlana bilər. Özümü təqdim edim. Hüseynova Tünzalə həm pedaqoq, həm psixoloq kimi fəaliyyət göstərirəm. Və bugünkü mövzumuz həqiqətən də hal-hazırda uşaqlar üçün önəmli olan motivasiya mövzusudur. Bugün biz nələrə toxunacağıq şagird motivasiyasında? Dərsdə aktivlik, marağın artırılması və ya sinif nümunələrindən danışacağıq. Aktivliyi artıran metodlardan və motivasiya nə üçün aşağı düşür və hər kəs öz öhdəsinə düşən nələri etməlidir. Yəni mövzumuz bugün bunu əhatə etmiş olacaq. Motivasiya deyəndə adətən biz müəllimlərin sferasından baxırıq və deyirik ki, müəllim dərsə girəndə motivasiyanı düzgün qurmalıdır. Birinci mən motivasiya nədir? Oradan giriş edim. Yəni müəllimlər üçün motivasiyanın qurulmasını biraz arxaya saxlayaq, çünki önəmli olan məqamlara toxunmaq istəyirəm. Şagird motivasiyası deyəndə şagirdin öyrənməyə maraq göstərməsi, məqsəd qoyması və bu məqsədə çatmaq üçün səy göstərməsindən ibarətdir. Motivasiya nə qədər yüksək olarsa, şagirdin dərsə marağı da bir o qədər artıq olacaq, şagird bir o qədər çox fəallaşacaq və tapşırıqlarını vaxtında yerinə yetirməyə, düzgün yerinə yetirməyə səy göstərəcəkdir də. Yəni, uşaq özünü təhlükəli mühitdə hiss edərsə, uşaq özünü dəyərsiz hiss edərsə, o uşaqda uğurdan söhbət gedə bilməz. Yəni, o akademik uğur ki deyirik, uğur artıq ikinci planda olur. Ona görə bugünkü mövzumuz nə üçün önəmlidir? Söhbət uşağı istedadlı eləməkdən getmir. Hər uşağın, necə deyim, bir qabı var. Kimisi armudu stəkan qədər, kimisi böyük stəkan qədər tutur. Tutumu o qədərdir. Bizim valideyn olaraq, müəllim olaraq, psixoloq olaraq və yaxud da bir köməkçi olaraq öhdəmizə nə düşür? O uşağın qabında nədirsə, onu maksimuma çatdırmaq. Yəni, məqsədimiz budur. Əgər uşaq öz qabında olana doldura bilərsə öz qabına, inanın ki, hər yerdə uğur tapa biləcəkdir. Motivasiya, daxili motivasiya var, xarici motivasiyamız var. Daxili motivasiya dedikdə o şagirdin öyrənmə prosesindən zövq alma prosesidir ki, o prosesdən zövq alsın. Bu onun daxili motivasiyasıdır. Onun üçün yeni məlumat öyrənmək maraqlıdır. O da ona uğur hissi verir ki, birazdan baxacağız nədir? Uşağın daxili motivasiyasını aşağı salan. Birinci bu önəmlidir. İkinci də uşağın uğur qazanmasına. İkinci səbəb da xarici motivasiyadır ki, xarici motivasiya mükafatlandırma, anadan, valideynlərdən, yaxınlarından və yaxud da müəllimlərindən tərif almaq, qiymətləndirmək, sonra məsələn hədiyyə qazanmaq. Bu da uşağın xarici motivasiyasıdır. Yəni bu hər ikisi bir yerdə vəhdətdə olmalıdır. İkisindən biri əksik olursa, artıq uşaq motivasiyasından söhbət gedə bilməz, uşağın uğurundan da söhbət gedə bilməz. Birinci gəlin baxaq ki, uşağın motivasiyasını aşağı salan amillər hansılardır? Birincisi, davamlı biz tənqiddən danışırıq. Uşaq dayanmadan tənqid edilirsə, siz ondan heç bir motivasiyanı gözləyə bilməzsiniz. Yəni, tənqid uşağın motivasiyasını aşağı salan birinci amillərdəndir. İkinci amil müqayisə olunmaqdır. İstər məktəb mühitində, istər ailə mühitində. Əgər bir uşaq, fərqi yoxdur bunun yaşından asılı olmayaraq, biri ilə müqayisə olunursa, bilin ki, siz onun gələcəyini demək olar ki, tamamilə alt-üst eləmiş olursunuz. Motivasiyanı aşağı salan belə deyim, amillərdən biri də uğursuzluqdur. Yəni, o uğursuzluq qorxusu ki var, uşaq düşünür ki, məsələn, mən burada uğursuz olacam. Məsələn, görürük ki, uşaq, məsələn, yaxşı oxuyan uşaqda 95 balından belə narahatçılıq hissi keçirdir və yaxud da o qədər həyəcanlanır. Məsələn, testi yazanda belə o uğursuzluğu hiss eləyir. Yəni, qorxur ki, mən uğursuz olacam. Bəlkə də yazır. Bəlkə də yazmamağına səbəb də onun o hissidir ki, bu da biraz bizə evdən mi gəlir, müəllimlərdən mi gəlir, o nüanslara da biz toxunacağıq. Və hal-hazırki dövr üçün uşaqların
motivasiyasının aşağı olmağına səbəb maraqsız və motor belə deyim də dərs sisteminin keçirilməsidir. Yəni dayanmadan standart dərs sistemi, yəni monoton dərs sisteminin keçirilməsi indiki uşaqlar üçün qəti surətdə belə deyim də maraqlı deyil. Çünki məsələn biz deyirik bizim vaxtımızda belə bir şey yox idi. Bizim vaxtımızda uşaqların indi gördüyü dünya görüşü də yox. Demirəm elmi dünya görüşü, xeyr. Uşaqların TikTokdan, Instagramdan, sağdan, soldan izlədikləri daha maraqlıdır. Nəinki bizim evdə və yaxud da ki, məktəbdə uşaqlara verdiklərimiz. Ona görə də o maraqsız gəlir onlara dərs oxumaq və özünə inamsızlıq, ailə daxili təzyiqlər də uşaqların motivasiyasını aşağı salan amillərdəndir. Deyərdim ki, uşaq motivasiyasını aşağı salan 3 istiqamətə biz baxmalıyıq. Müəllim tərəfdən, valideyn tərəfdən, bir də uşağın özünün psixoloji tərəfdən yönünə biz baxacağıq. Məsələn, birinci elə hər zaman müəllimlərin üzərinə gedirik və elə müəllim tərəfdən baxaq ki, müəllim uşaq motivasiyasını necə aşağı salır? Məsələn, sağlam müqayisə aparmır. Yəni, bir müqayisə, dediyim kimi, böyük insanları belə ki, nəsə müqayisə edəndə o insana toxunur. Yəni, məktəbdə də o sağlam müqayisə olmadıqda uşaq motivasiyası aşağı düşür və həqiqətən onun o təhsilinə təsir eləmiş olur. İkincisi, uşağın səhvi daha tez vurğulanır. Müəllimlərdə, belə deyim, nəinki müəllimlərdə, ümumiyyətlə həyatda da bir insana nəyisə başa salmaq üçün birinci müsbətdən girib mənfidən çıxanda psixoloji olaraq ona daha yaxşı təsir edir. Nəinki bircə dənə ilk cümləniz mənfisi olsun, sonra 10 dənə yaxşı da desəz xeyri yoxdur. Çünki bu psixoloji olaraq belədir. O məsələn birinin evinə gedirsə, ilk gün onu təmiz görürsünüzsə, sonra 10 dəfə də çirkin görsəz, onu ağlınızda təmiz saxlayırsınız. Və hətta təsadüfən ən təmiz insanın evinə belə gedib onun evini çirkin görürsünüzsə, o belə 10 dəfə də gedəndə təmiz görsəz, sizin ağlınızda o çirkin olaraq qalır da. Yəni ilk olan önəmlidir. Ona görə də uşaqlarda verilən ilk rəy ki var, o önəmlidir. Məsələn, uşaq 10 dənə səhv edibsə, onun içində 2 düz varsa, birinci düzünü vurğuluyub, sonra səhvlərin üzərindən getmədiyimizə görə, yəni səhvlərə daha çox adaptasiya olduğumuza görə uşağın, belə deyim də, motivasiyasına mənfi təsir etmiş olur. Bir də ki, biz uşaqların kiçik uğurlarını qeyd etmirik. Biz sinifi oxuyanlara nəzərən müqayisə edirik də, amma düşünmürük ki, bayaq dediyim kimi, hər uşağın bir götürümü var və ola bilsin ki, laf götürümü çox da indiyə qədər oxumayan uşaqdır da. Təsadüfən o uşaqda bugün bir balaca da olsa qığılcım varsa, biz onu qeyd etməliyik. Biz onu vurğulamalıyıq ki, uşaq ikinci addımı ata bilsin. Yoxsa bugün biz onun o balaca qığılcımını görməzdən gəlirsiniz, zaten o düşünür ki, müəllim məni görmür də və yaxud da düşünür ki, olsa mən çalanam. Bu ilk qığılcımlara biraz yəni müsbət rəy verməli. Məhz elə bu nüansdır ki, uşaqları, yəni müəllim tərəfdən motivasiyanın aşağı salınmasıdır. İkinci, valideynlər necə olur ki, uşaqlarda motivasiyanı aşağı salır. Yəni bilin ki, ailə mühiti məktəb mühitindən də öndə gəlir. Çünki uşaq 6 yaşa qədər sizin yanınızda böyüyür və düzdür, məktəb də biz deyirik bir ailədir. Müəllimlər də böyük uşaqların həyatında böyük əhəmiyyət kəsb edir. Bəzən biz məsələn psixoloji seanslar zamanı böyük insanlarla seans aparır, kökü gedir hara çatır? Kiçik yaşlı dövrünə və aşağı sinifə, yəni məktəbdə müəllimi və ya sinif yoldaşının etdiyi hər hansı bir hərəkət ömrü boyu o uşaqda travma yaratmış olur və böyük insan da hələ də onun təsirindən çıxmır və həyatında müəyyən bir şeylər baş verir, heç ağlına gəlmir ki, onun məktəb həyatında və kiçik yaşında ailədə aldığı travmalardır. Valideyn əsasən nə edir uşaqlarda? Hal-hazırda qiymət valideynlər üçün o qədər önəmli olur ki, elə bir ki, dünya dağılacaq, dünya bir tərəfə, qiymət bir tərəfə. Niyə 5 almadın? Və sən niyə valideyn kimi üstündə durmadın? Sən niyə valideyn kimi gücün çatan qədər özünüzlə müqayisə edin də. Uşağı 5 alan uşağı daimi niyə 5 almadın? 85-i niyə 90 deyil? 90-ı niyə 95 deyil? 95-i niyə 100 deyil? Uşağı bilirsiniz, o motivasiyasına ən pis təsir edən amillərdən biridir. Bu birinci amillərdəndir.
İkinci valideyn amillərindən nəticəyə baxmır valideynlər. Bugünkü prosesə fokuslanırlar. Bugün bu oldu. Ona o qədər fokuslanırlar ki, uşaqları əldən çıxmış olur. Və valideyn belə deyim də, valideynlərin təsirlərindən biri də evdə emosional təhlükəsizlik mühitinin yaradılmasıdır ki, evdə baş verən proseslər ki var, ailə daxili münaqişələr olsun, isə evdə böyüklərin davranışı olsun, bu da mütləq surətdə uşaqların həyatına təsir edən amillərdəndir. Yəni birinci o təzyiq heç vaxt performans yaratmayacaq da, performansı sevgi yaradır. Bu da uşaqlara təsir edən amillərdəndir. Üçüncü əsas amil də bu hər ikisinin toplamında psixoloji, uşağın daxili durumudur. İstər məktəb mühiti ilə bağlı olsun, istər ailə mühiti və məktəb, ailə bilirsiniz, orada dost mühiti də bu, yəni hər ikisinin içərisində getmiş olur, ətraf mühit bunun içərisində olur və psixoloji olaraq belə deyim ki, uşaqlara təsir etmiş olur. Bunun birincisi özünə inamın olmamasıdır ki, bu da dediyim kimi bir ucu ilə həm müəllimlərimizə, həm də valideynlərə gedib çatır. Uşaqlarda məqsəd qoyma bacarığı yoxdur. Məqsəd qoyma bacarığının olmaması da uşaqlarda motivasiyanı aşağı salır. Çünki nə məqsədlə oxuduğunu bilmədiyinə görə, plan qura bilmə qabiliyyəti olmadığına görə uşaqlarda irəliyə getmə mümkün olmur. Çünki özünü tanımalıdır uşaq. Metakognitiv bilik deyil də biz. Uşaq özünü tanımadıqca o irəliyə getməkdə çətinlik çəkir. Ya valideyn onu idarə edir, müəllim yaşdan sonra onu idarə edəcək. Yenə o evində ailəsini idarə edə bilmir, kişi özünü idarə edə bilmir. Çünki daimi istiqamətləndirilib, özündə o olmayıb deyə. Deməli o daxili motivasiya mütləq şəkildə, yəni o daxili motivasiyanın olmaması da buna təsir edə bilir. Uşaqlarda o belə deyim, psixoloji olaraq bir təhlükəsizlik hissi olmur. Özlərini daimi təhlükədə hiss edirlər. Nədən? Gülüş obyektində ola bilər. Bəzən görürük ki, böyük sinifə çatmış uşaqda məsələn dərs danışmır. Lövhəyə çıxmaq istəmir. Niyə? Çünki ola bilsin ki, aşağı sinifdə o dərs danışdığı zaman gülüş obyektinə çevrilib. Ola bilsin ki, evdə dərs danışdığı zaman təhqir olunub. Yəni uşağın öz gücünü nəzərə almadan biz özümüzün dünyamızdan uşaqla danışdığımıza görə uşaq adətən qaçır və fikirləşir ki, mən məsələn dərs oxuyacağam, yenə gülüş obyektində olacağam. Müqayisə olunacağam. Müqayisə olmaqdan qorxan uşaq heç vaxt dərsdə uğur qazana bilmir. Çünki fikirləşir ki, mən bunu eləyəcəm filan kəslə. O daim o filan kəsləri xaxın uşağı deyirik, ha. Daimi xaxın uşaqlarını axtarmaq, belə deyim də, istiqamətində olur və utandırılmaq ən böyük psixoloji problemlərdən biridir ki, şagirdin utandırılması istər məktəb mühitində, istər evdə, ailə mühitində o utandırılma uşağın ömrü boyu nəinki təhsilində, hətta öz həyatında irələməyində belə ona axsaqlıqlar yarada bilir. İkincisi, ən böyük o psixoloji problemlərdən biri dəyər hissidir. Yəni uşağın öz güvəninin olmaması, mən kifayət deyiləm, yəni mənim gücüm çatmır deməyi, məndən həmişə narazılar deməyi, o səhvlərdən qorxmağı da uşağın motivasiyasını aşağı salır və bacara bilməmə inamı. Mən bacara bilməyəcəm. Ki, bu inam ki var, onsuz da məndə alınmayacaq. Onsuz da az da çabaladım, xeyri nədir ki? Yəni, bunlar da uşağın motivasiyasını aşağı salan amillərdəndir. İndi gələk şagird motivasiyasını artırma yolları nələrdir? Onların üzərində duraq. Birincisi, biz kiçik və real hədəflər müəyyənləşdirməliyik. Baxın, uşağın motivasiyasını artırmaq üçün, əgər biz övladımıza, şagirdimizə və ya da burada şagirdlər varsa, özlərində o istiqaməti vermək istəyirlərsə, yuxarıya doğru addım atmaq istəyirlərsə, kiçik və real hədəflər müəyyənləşdirməlidirlər. Nə deməkdir bu? Yəni, mən qarşıma elə məqsəd qoymalıyam ki, o məqsədə çata bilim. Yəni, böyük məqsədlə, böyüyə əlimizi tutmuruq.
Əgər biz birinci addımdayıqsa, ikinci addıma çalışmalıyıq, 10-cu addıma yox. Bunun üçün də kiçik addımlar atmalıyıq və real məqsədlər qoymalıyıq. Mən belə eləyəcəm deyib eləyə bilməyəndə daha necə deyirlər, aşağı düşür həvəsimiz, motivasiyamız. Ona görə də belə deyək, real qoyaq. Mən bugün heç oxumamışam. Mən bugün yarım vərəq dərs oxuya bilərəm. Və hətta valideyn eləyə bilər. Heç oxumayan uşağı üçün kiçik məsələlər qoya bilər ki, məsələn, dərsin əsas hissəsi olmasa da, yadda qalan hissəni gəl bugün öyrənək. Ən azı dəftərinə, kitabına önəm veririk. Həmçinin müəllimlər də o uşaq üçün onun necə deyim, yaşına, onun potensialına uyğun tapşırıq verməlidir. Ki, o kiçik tapşırıqdan başlasın. Düzdür, bəzən deyir ki, məsələn, mən yuxarı sinif, uşaq aşağı sinifdə heç nəyi bilmirdi də. Eyb yox, aşağı sinif səviyyəsində bir şey verək ki, uşaqda inam artdıqca istər-istəməz irəliləmə olur. Yəni, onda irəliləmə olacaq və uğurlarını qeyd etmək və onun qeydiyyatını aparmaq. Uğurlarını qeyd etmək deyəndə ola bilər ki, bir uşaq gedir olimpiyada dərəcəsinə çatar, yəni olimpiyada qazanar və yaxud da ən çətin məsələni yazar. Ola bilsin ki, bir uşaq kiçik bir, necə deyim, bir məsələni həll edir. İstər müəllim olsun, istər valideynlər olsun, o kiçik addımlar ki yoxdur, onları mütləq qeyd etməlidir. Fərqi yoxdur, sizin uşağınız oxuyan yoxsa oxumayandır. Fərqi yoxdur, o uşaq hansı səviyyədədir. Onun o biz balaca da olsa, gəl belə götür də özümüz böyük insanlara bir şey eləyəndə, bizim o balaca etdiyimiz bir şey dəyərləndirəndə özümüzə xoş olmur və ya da dəyər görməyəndə biz neyinirik? Biz qəlbimiz sınmışıq buna. Mən bu qədər bir şey elədim, heç mənim bir sayam yoxdur. Elə deyil. Biz böyük insanlar bunu tələb ediriksə, indi bilin ki, o uşaqlar da onu tələb edir də, müəllimdən, ətrafdan, valideynlərdən. Əsas öhdəmizə düşür müəllimlər və valideynlər və bu dediklərimin toplusun hamısı da psixologlar üçün də önəmlidir ki, müəllimləri və yaxud da valideynləri yön göstərmək üçün mütləq uğurları qeyd edilməlidir. Və yaxşı olar ki, onun qeydiyyatını aparsın. Məsəl üçün, mən bəzən deyirəm ki, əgər ki, bir uşaq istəyirsə ki, o necə addım atdığını ölçsün, bir qrafik çəkirik uşaq üçün. Məsəl üçün, həftənin birinci günü ya qeydiyyat apara bilir ki, məsələn, mən bugün dərslərdə necə idim, yoldaşlarımla münasibətim necə idi, neçə bal, məsələn, 5 bal üzərindən özümə neçə verərəm, 10 bal üzərindən özümə neçə verərəm. Məsəl üçün, bunu bugün qeyd elədi, bir neçə sualın üzərində və həftəlik də bunu yazmaq. Məsələn, bu həftə necə idi? İkinci gün qeyd edir, amma necə dünənlə bugün üçün müqayisə aparırıq. İkinci gün qeyd edir, bugün özümü neçə bal gördüm. Yəni, bu belə olanda uşaq baxır ki, məsələn, mən dünən 4 ballıq idim da sinifdə. Yəni, fəallığım. Bugün 5-ə çatdırım, sabah 6-ya çatdırım, sabah 7-yə çatdırım və bunu da mükafatlandırır uşaqlar üçün. Bu qeydiyyatın aparılması önəmlidir. Böyük yaşlı uşaqlar üçün, hansı ki, onlar artıq qrafik çizə bilirlər. Məsələn, qrafikə görə 5 bal 1 nöqtə, 10 bal 2 nöqtə, yox, bugün 2 ballıq idim, yeni aşağı, bugün 10 ballıq idim. Bunu gündəlik bir qrafikini çizir və o qrafiki aylıq, məsələn, həftəlik baxır ki, mən bu həftə hansı gün yuxarı qalxdım və hansı gün aşağı düşdüm. Və niyə? Səbəb nə idi mənim aşağı düşməm və düşünür. Səbəb o idi ki, mən dünən telefona baxdım. Səbəb o idi ki, məsəl üçün də gec yatmışdım, səhər durub oxuyanmadım və ya da evə gedən kimi yatdım. Səbəb buydu, qonağımız var idi. Səbəb buydu. Və o səbəbləri uşaq başlayır aradan qaldır. Hə, demə, mənim düşməyimə səbəb buydu. Onu gələn dəfə etməyib. Bilirsiniz, bu qrafiklər olmayanda uşaq bilmir ki, yəni uşağa sual verməsən, o yönü göstərmə, nəinki uşaqları, biz böyüklər üçün də bəzən yəni iş rejimində, bəzən bir çox şeylərdə özümüzü müqayisə etməliyik o şəkildə. Dünənimiz, bugünümüz ki, səbəbi tapa bilən, niyə mən düşdüm? İnanın, o zəif uşaqlar belə olsa, onlar qeyd olunduğunda, uşaq dünəndən özünü müqayisə etməyə başlayanda bugün biraz yaxşılaşmaq istəyir, Bax, bu da uğurlarını qeyd etmək və qeydiyyat aparmaq önəmlidir mütləq şəkildə. Yəni, mənim sizə dediklərim, belə deyim də,
İstər müəllimlər üçün, istər əsasda valideynlərimiz üçün elə bir girmisiniz psixologiyanı və sizi hər seans üçün bir dənə istiqamət verir. Yəni ona görə çalışıb özünüzdə bir, yəni valideynlərimizə də əsas deyirəm ki, qeydiyyat, özünüzdə bir qeyd aparın. İkincisi, müsbət münasibətlər. Yəni şagird motivasiyasını artırma yollarından. İkincisi, müsbət münasibətdir. Yəni tənqid yerinə dəstək vermək. Bax, müsbət münasibətin birinci addımı budur. Şagirdi bayaq dediyimə motivasiyanı salan amillərdən birincisi tənqiddir. Uşağı tənqid etmək, hələ təhqir fərqi yoxdur uşaq üçün. Uşaq onu algılamır ki, anam mənə bunu niyə deyir, müəllimim bunu niyə deyir. Biz böyük insan başa düşür ki, bu mənə niyə hisləndir. Amma o müəyyən yaşa qədər uşaqlar başa düşmürlər ki, bu məsəl üçün də ana heç övladın pisliyini istəyər, yox. Və yaxud da ki, müəllim uşağının, öz dəst etdiyi uşağın oxumamağını istəyər. Bir müəllim ki, girir sinifdə hamı fəaldır. O müəllim üçün bilirsiniz nə deməkdir? Onun üçündə, yəni dərsdə marağı, dərsin nə zaman bitdiyini də bilmirlər. Və yaxud da ana üçün uşağın hər bir addımını görmək pisdir ki, daha da fərəhlənir. Sadəcə uşaq bunu anlamır ki, ana nədir? Ona görə motivasiyası aşağı düşür. Biz də cümlələrimizə diqqət etməliyik. Yəni tənqidi, təhqirli cümlələri tamamilə məsələn kənara qoyma. Niyə bu belə olmadı yerinə? Yox, başaracaqsa. Bu olmadı, davam elə, bu da alınacaq. Yəni müsbətə doğru rəy vermək mütləq şəkildə önəmlidir və şagirdlərə səhvlərindən, övladımıza səhvlərindən öyrənməyi öyrətməliyik biz. Uşaq səhvindən öyrənməlidir. Bugün bu səhv addımı atdıqmı? O səhv addımın üzərində işləməyi öyrənməlidir. Yox, bugün bunu etdi. Səbəb nə idi? Falan şeyə görə. Demək, o səbəb aradan qaldıranda o səhv bir də olmayacaq da. Mən həmişə deyirəm ki, yəni böyük pasientlərimizə deyirəm ki, başına bir iş gələn insan və yaxud da səhv edən insan, səhv etməyən insandan və ya başına bir iş gəlməyən insandan bir addım öndədir. Çünki onu yaşayıb, baxın. Artıq ikinci o səhvi, yəni daha biçmiş olur da, belə deyək, loru dildə desək. Ona görə də biz o uşaqları səhvlərindən öyrənməyi öyrətməliyik. Nəinki səhvlərindən utanmağı, səhvlərindən tənqid edilməyi öyrətməməliyik. Üçüncüsü, maraqlı dərs üsulları var ki, bu artıq valideynlər də evdə də bundan istifadə edə bilər, amma əsasən müəllimlərə aid ediləndir ki, birazdan onu geniş şəkildə vurğulayacağım sırf müəllimlər üçün. Maraqlı dərs üsulları var ki, oyunlaşma ola bilər, qrup işləri ola bilər. Məsələn, vizual, canlı dərslərdən istifadə etmək uşaqlarda o dərsə motivasiyanı daha çox artırar. Nəinki monoton dərs keçmək, standart dərs keçmək və valideynlər də burada kiçik yaşlı uşaqlarda daha yaxşı alınır. Evdə maraqlı sistemlə dərsdə öyrətməkləri. Demirəm, bizdə yəni heç valideyn deməsin ki, mənim təhsilim var, yoxdur, övladıma onu oxuda bilirəm, oxuda bilmirəm. Sizin onun yanınızda olmağı, siz onun gözündə həmişə böyüksünüz də. Siz onun yanınızda olmağı, o məsuliyyəti daşımağını, siz məsuliyyət daşıyırsınızsa, övladınız da eynindən o məsuliyyəti daşıyır. Heç nə eləmək, oturun. Gündəlik yatı, gündəlik nəsə nə vermişdi bunlar? Oxuyun, indi Allah şükür bütün qruplar var, dərslər də qruplara atılır. Ən azı sumkasında o gündəlik, hər gün o kitab dəftərin çantasında olmağı, o gündəliyin orada olmağın özü belə uşağa bir təkan verəcəkdir ki, o dərsdə də nəsə eləsin də. Uşaq bugün açırsan həftə ilə, məsələn, gündəliyini yazmayan uşaqlarla rastlaşırıq. Dərsinə heç maraqlanmır, gəlib məsəl üçün məktəbdə nə idi dərsimizin yeri deyən uşaqlar var. Və o cür uşaqlarda, baxın, mənim kitabım yoxdur, dəftərim yoxdur, gündəliyim yoxdur və bugünkü dərs saat heç nə bilmirəmsə, müəllim sinifdə nə qədər ona təkan versə də, bu uşağın fikri axı yoxdur qarşısında heç nə. Buna aid heç bir şey yoxdur deyə, uşaq qəti sürətdə müəllimin dediyinə qulaq asmayacaq da. Çünki fikir başqa bir yerdə olacaq. Çünki bu istiqamətə addım atmayıb axı. Ona görə siz valideynlərin də öhdəsinə böyük bir, belə deyim də, vəzifə düşür ki, bir yol göstərəsiniz. Yəni dediyim kimi, heç kim deməsin ki, mənim savadım o uşağın dərsinə çatmır və yaxud da ki, gücüm çatmır.
Tamam, hazırlıqlar var. O ayrı. Heç bir hazırlıq müəllimi sizin uşağınıza motivasiya verən, heç bir hazırlıq müəllimi sizin uşağınızın gələcəyi üçün belə deyim də addım atmırsa, o təhsil verir. Yazdıq, bitdi. Siz ona kömək edə bilərsiniz. Daimi bir yerdə olduğu müəllimlər onlara kömək edə bilər. Hazırlıq sistemindəki müəllim, düzdür, elə müəllimlərimizin hazırlıqda da uşaqlar üçün, yəni öz balaları qədər yaxınlaşır, amma hazırlıqdır da, yəni bu 2 saat dərsə ayrılmış bir şeydir, sənin uşağın tərbiyəsi üçün yox, motivasiyasını artırması üçün, hazırlığa gəlir, öyrənməli, bitti. Yəni sizin bu addımı atmağınız da uşaq üçün təkandır ki, o da geçsin davamında müəllim onu da artıq çıxara bilsin də. Dördüncüsü biz şəxsi yanaşmaya baxırıq. Şəxsi yanaşma nə deməkdir? Hər şagirdin belə deyək, fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. İstər müəllim tərəfindən, istər valideynlər tərəfindən. Baxın, fərdi xüsusiyyət nəzərə alınmalıdır deyəndə, mənim əgər övladımın gücü belə deyim də 3 səviyyəsindədirsə, mən övladımı o 3 səviyyəsinə çatdırmağıma görə əlləşməliyəm. Onu 3 səviyyəsinə görə motivasiya verməliyəm. 4-lükdürsə mənim uşağım, 4-ə çatdırmalıyım. 5 üçün onu dirəməməliyəm. Və yaxud da ki, 5-ə çatmaq üçün yükləməməliyəm. 4 səviyyəsinə çalışdırmalıyam. O 4 səviyyəsində atdığı addımları, uğurlarını qeyd etməliyəm. Həmçinin və müqayisə etməməliyəm. Filankəsin başı başqadır. Onda o da başqa analarla sizi müqayisə eləsin, başqa atalarla sizi müqayisə eləsin və başqa müəllimlərlə sizi müqayisə eləsin. Və məktəbdə də müəllimin öhdəsinə düşən önəmli amillərdən biri budur ki, müəllim qəti sürətdə belə deyim də, bütün sinifdəki 25-də eyni tipdə tapşırıq, eyni tipdə dərs verməli deyil. Bilməli ki, bu uşaq 4-lükdür. 4-lük misal bunundur, 4-lük sual bunundur. Sual verəndə də onun özünün səviyyəsində sual verməlidir ki, verib biraz yüksək qiymətini yazmalıdır ki, yəni uşaq görsün ki, mənim də bildiyim var. Güclü uşağa güclü sual, zəif uşağa zəif sual verilməlidir. Və evdə valideyn də bilməlidir ki, baxın uşaqlar və siz evindəki uşaqların belə eyni deyil. Və ona görə yanaşmalıdır mütləq şəkildə, yəni şəxsi yanaşma önəmlidir. Yəni hər bir şagirdin fərdi xüsusiyyəti nəzərə alınmalıdır və onun maraq dairəsinə uyğun həyata keçirilməlidir. İstər məktəbdə, istərsə də elə ailə mühitində və məsuliyyət vermək lazımdır uşağa. Məktəbdə məsələn bir liderlik, evdə də bir müəyyən məsuliyyəti uşağın boynuna qoymaq lazımdır. O məsuliyyət yola bütün evin yükünü uşağa ataq yox. Müəyyən kiçik nüanslarla, nəsə bir şey eləyəsinizsə ki, onun uşağın qərarında siz razılaşasınız, bir o uşağa məsləhət alın ondan da. O da görsün ki, o evdə dəyərlidir də. Evdə dəyərli olan uşaq özünü məktəbdə də dəyərli hiss edir. Siz evdə onu dəyərsiz hiss edirsiniz, o qədər elə şagirdlərlə rastlaşırıq ki, evdə dəyər görməyən uşaq sinifdə də o vəziyyətdə olur. Və sonra da gəlir bullyingə məruz qalır digər uşaqlar tərəfindən. Və günah da kimdə görülür? Məktəbdə və müəllimlərdə. Amma bir dənə də düşünün ki, siz evdə necəsiniz? Biz o uşağa yalancı dəyər yox və abartmadan, uşağa çox da həddindən də artıq hər şeyi yükləyib, o da öhdəsindən düşəni etdikdə də bu dəfə də sizin gözünüzə düşməkdən qorxacaq. Yəni hər şey həddində. Yəni həddindən artıq da uşaq yeri var da, hər bir şeyində öz yeri var. Ona görə də müəyyən bir məsuliyyət vermək, yaşına uyğun məsuliyyət vermək önəmlidir və müəllimlər üçün də o sinif daxili tapşırıqlar verilir. O tapşırıqlarda seçim hüququ verin uşağa, evdə valideynlər də müəyyən şeydə seçim hüququ verin. Əgər uşaq deyirsə, bu qohumun gilə getməli, izah elə ki, məsələn, getməli, incim, amma getmirsiniz, zorla onu etməyin. İzah edin, zaten oturacaq yerinə və gələn dəfə o səhv eləməyəcək. Amma mən deyirəm, bunu etməlisin, etməlisin. Mən. Biz hakimiyyəti uşaqlar üzərində qururuq. Gücünüz onlara mı çatır? Axı, onlar uşaqdılar. Biz onların da söz haqqı var, onların da nəsə danışma haqqı var, onların da seçim etmə hüququ var da. Yəni, biz öz arzularımızı reallaşdırırıq uşaqlar üzərində. Həmçinin məktəbdə də bunu hamı yazacaq deyə bir şey yoxdur da. Uşağa da məsələn, ev tapşırığı verəndə də seçərsiz yaza bildiyinizi bir 3 dənəsi, 10 dənə, 3 dənə yazsın. O 3 dənə onun üçün bir məsuliyyətdir. Amma çox deyil, yük deyil.
Biz belə deyək də, müəllimin öhdəsinə düşən belə məqsədi nə olmalıdır? Müəllim şagirdi qəti surətdə hər hansı bir şagirdlə müqayisə etməməlidir. Səhvləri görməzdən gəlməlidir və uşağın müsbət cəhətlərini vurğulamalıdır və o səhvləri də düzəltmə istiqamətində yön verməlidir. Yəni müəllim uşağa rəy verdiyi zaman, müəllim uşağa motivasiya vermək üçün keçmişinə qəti misal çəkməli deyil. Məsələn ki, bunu eləməsəydin, bu da olmazdı. Ümumiyyətlə evdə valideynlər də bilir də eləməsəydi olmazdı. Əsas önəmli olan nədir? Bugün gördükmü bunu gələcəyə yönləndirək. Tamam, bu şey də yaxşı idi. Bu şey də alınmadı. Eybi yox. Gələcək üçün təkan verin, gələcəyə ağıl verin. Qəti surətdə keçmişdən misal çəkməkdən, keçmişə aparmaqdan danışmaq qəti surətdə olmaz və dedik ki, kiçik uğurlarını mütləq şəkildə qeyd etməlidir. Belə bir uşaq var. Telefon asılılığı olan bilirsiniz də, indi çoxlu uşaqlar vardır. Telefon bəzən asılılıq deyirik, amma deyərdim ki, telefon asılılığı olanların psixoloji travması qaçışdır. Nədən qaçışdı? Məsələn, tutaq ki, bir 8-ci sinif şagirdidir. O dərs oxumur, telefondan ümumiyyətlə ayrılmır. Müəllim nə deyir? Deyir, bu uşaq tənbəldir. Valideyn də deyir ki, o telefondan asılıdır, telefonu əlindən ala bilmirəm də. Belə bir situasiya ilə biz rastlaşmışıq ki, daha doğrusu tez-tez rastlaşırıq, bəlkə evimizdəki uşaq da bu vəziyyətdədir və adətən valideynlər də müraciət edəndə bununla bağlı müraciət edirlər. Deyəlim ki, mənim məsələn psixoloji araşdırmam bundan ibarətdir ki, bu tip uşaqlar, hansı ki telefona daha çox meyilli olan uşaqlar, daha tez-tez əsasən də sinifdə müqayisə olunan uşaqlardır, aşağı qiymət alan uşaqlardır və yuxarı qiymət alan uşaqlardır. Baxın, evdə sıxışdırılan uşaqlar, müqayisə olunan uşaqlar, daha da çox yüklənmək istəyən uşaqlar telefona daha çox meyillənirlər. Çünki telefon onun üçün qaçış mexanizmidir də. Yəni elə bilin ki, qaçmaq üçün o telefona bağlanır və uğursuzluq hissi var. O uğursuzluğu eşitməmək üçün, o uğursuzluğu görməmək üçün telefon onun üçün uzaqlaşma belə deyim də vasitəsidir. Çünki başqa yoxdur ki. Telefona özüm daha rahat istədiyi mühitə insan gedir də. Biz böyük insanlar rahat olduğumuz yerə getmirik həmişə. Harada rahatçılıq və oranı sevmirik. Uşaq üçün danlanmadığı mühit, ona orada təhqir olunmayan mühit, müqayisə olunmayan mühit haradır? Telefon zaman elə gedir, xəbəri olmur. O zamanı telefonla idarə eləmiş olur. Yəni, bilin ki, telefon asılığı olan uşaqlarda psixoloji problem, onun nə tənbəlliyi, nə bilim, telefondan asılığı deyil. Telefon asılığı bir travmatik xəstəlikdir, psixoloji xəstəlikdir və səbəbi isə o uğursuzluq hissindən, o müqayisə olunmaqdan, danlaqdan qaçmaqdır. Biz nə etməliyik bu tip uşaqlarla? Məsələn, sinifdə müqayisə qəti surətdə dayandırılmalıdır. Yəni, başqa uşaqlarla müqayisə olunmamalıdır. Filan kəs bu bilməməsi üçün, misalçı müəllimlər də belə deyim də, qiymətləri ucadan, sən 5 aldın, sən 4, sən 3, təhqir olmasın. Gündəliyə yazılanda zaten görəcək. İstərsəniz o səslənəndə o uşaqlar arasında bir sağlam olmayan rəqabətə gətirib çıxardır ki, uşaq adi vaxtı sinəsinə döyən uşaq bu gün qiymətinə görə o bir uşağın yanında aşağılanmış səviyyəyə düşür. Düzdür, biz böyük olaraq deyirik ki, burada nə var? Amma elə deyil də, o uşaqların yaşına görə, onların düşüncəsinə görə uşaqlara çox pis təsir eləmiş olur. Mütləq sinifdə müqayisə dayandırılmalıdır. Onlar üçün bayaq dediyim kimi kiçik akademik uğur planı hazırlanmalıdır. Telefonda birdən-birə tam qadağaq yox, balanslaşma modeli tətbiq olmalıdır. Bugün biz sən bu telefonu onun əlindən aldırırıqsa, yəni telefon bağımlı, sonra yenə bilirik ki, bunu verəcək də biz. Yəni ona görə bunu niyə eləyirik ki biz? Və uşağın da gözündə düşmüş olur, bunu telefonumu alır, olsa sabah verəcək də. Və yaxud da qorxdu, bir həftə sonra telefon onun əlindədir və eyni şey davam edir. Amma yavaş-yavaş telefon müddətini azaltmaq, necə deyirlər, o ağır dərmanları çoxaldıb və azaldıb çıxartmaq lazım. Birdən-birə kəsəndə daha çox təsir edir. Bu da dərman kimi bir şeydir də, ona mənfi təsir edir. Ona görə də nə etmək lazımdır? Az-az, müəyyən müddət ərzində, müəyyən vaxtla o
limitlər qoya-qoya onu azaltmaq lazımdır. Və əgər bu şəkildə gedərsinizsə, 6 həftə ərzində uşağın dərsə marağı, telefondan uzaqlaşıb dərsə marağı daha çox artacaq. Yəni əminə sizə deyirəm, yəni bir yol olaraq, istiqamət olaraq sizə göstərirəm. İkincisi, valideynlər nə etməlidirlər? Qəti surətdə onlar da müqayisəni saxlamalıdırlar. Qiymət müqayisəsi ümumiyyətlə aparmayın. Bugün mənim uşağım güc 5-ə çatıbsa, dediyim kimi, niyə oxumamısan, bunu gördün, dünən bunu etmədin, ona görə bu qiyməti aldın demək, uşağın keçmişi ilə bilir də dünən oxumadığına görədir. Bugünündən sabahına istiqamət vermək lazımdır və niyə bu qiyməti almadı, niyələrindən uşaqları yormamamız daha yaxşı olar ki, o da və çətinliyi hardadır, onu bir yerdə araşdırıb tapmaq daha yaxşı olar və prosesə fokuslanmaq yox, nəticəyə siz fokuslanın. Yəni, bugünkü olan şeylərə yox. Yəni, bugün olana fokuslandıq və uşaq da əlimizdən itirmiş oldu. Belə deyim də, bəzən görür ki, 5 alan uşaq oxumur. 5 alan uşaq niyə oxumasın? Bu kimi hallarda, tutaq ki, məsələn, bir uşağın qiyməti 4-5-dir, amma onun son vaxtlarda dərsə məsələn marağı azalıb və yaxud ki, valideyn üstündə durursa oxuyur, durmursa tamamilə əldən gedir. Könüllü oxumur da, qorxduğu üçün oxuyur, təzyiq görəcəyi üçün oxuyur və yaxud da ki, əlindən telefonu alınacaq deyə oxuyur. Yəni, bu tip uşaqlarımız da vardır. Bilirsiniz ki, zorla sürtüyə gətirib valideynlər 11-ci sinifə çatdırırlar və yaxud da zorla institutda yerləşdirirlər. Bunun səbəbi müəllimlərdə yox, valideynlərdədir. Çünki uşaq da hansı nəticəni göstərsin, ailədə məmnunluq hissi duymur. Yəni, dediyim kimi, ən kiçik nüansları belə o gözləyən uşaq ki, anamdan, valideynlərimdən o tərifi alım, onu görsünlər. Onu görmədi, çünki biz o balacanı görmək istəmirik, böyük bir şey görmək istəyirik. Amma o balaca uşaq üçün böyük dünyadır. Məhz uşaq artıq bundan artıq yüksək nəticə göstərə bilmir. Budur da. Yəni, bu səviyyədədir, bundan yuxarı qalxa bilmir və siz də onun kiçiyini görmürsünüz, bundan yuxarını istəyirsiniz. Ondan da yuxarı olmadığına görə, o məmnunluq hissini görmədiyinə görə uşaqda 4-5 alan uşaqlarda dərsə maraq azalır. Yəni bizdə bugün mövzumuz motivasiyadır, maraq azalır. Yəni siz onu döyə-döyə şantaj eləyirik, oxudursunuz, 5 alır, 4 alır. Amma o dərsə maraqlı olduğu üçün yox, öyrənmək istədiyi üçün yox, sizə görə oxumuş olur. Biz nəticə yönümlü valideyn yanaşması eləməliyik də, indiyə istiqamətlənməli deyilik. Uşaq düşünür ki, onsuz da, yəni psixoloji olaraq uşaq daxilində düşünür ki, bəli, təlimimiz Cəmilə xanım sizi cavablandıracaq və uşaq düşünür ki, mən nə etsəm də kifayət deyil. Yəni, onsuz da yetmirəm də, mən bu valideynlərə çatmıram. Valideynlərin arzuladığı uşaq ola bilmirəm, ona görə ki, ola bilmirəm, yaxşı da olmuyor da. Yəni, belə bu şəkildə olur. Valideyn mütləq prosesə fokuslanmalıdır və evdə mütləq tənqid dili dəyişilməlidir. Mütləq şəkildə cümlələrinizdir, evin mühitidir. Ola bilər, məsəl üçün, ana deyər ki, məsəl üçün, ata bu cürdür, ata deyə bilər, ana bu cürdür. Amma siz o mühiti dəyişə bilərsiniz. Yəni, bu istiqamət uşağın məktəbə görə, yox, evə görə zəifləməyinə valideynlər müəyyən məndə öhdəsindən gələ bilərlər. Siz uşaq üzərində işləsəz, onda təkan verə bilərsiniz. Və əgər bu şəkildə tənqid dilini dəyişsəz, o hal-hazırki duruma görə reaksiya vermiş olsaz, daha yüksəyini daha yüksəyini istəməsə, bu cür tip uşaqların necə deyərlər, həmin ana öz əvvəlki formasına qayıtmağı 3 ay çəkir. Yəni psixoloji olaraq davamlı üzərində çalışsa, 3 aya artıq uşağınız sizin üçün çox gözəl hazırdır. Psixoloji olaraq biz uşaqlara nə etməliyik? Yəni müəllim olaraq dedik, valideyn olaraq dedik və psixoloji olaraq bilirsiniz ki, bayaq dedim, psixoloji olaraq uşağın daxili aləmidir, həm məktəb mühiti, həm ev mühiti onlara yəni təsir eləmiş olur.
biz uşağın özünə inamını artırmalıyıq. Uşağın yəni Allah'a şükür indi internet dövründə girib araşdıra bilərsiniz ki, övladımızın özünə inamını artırması üçün nə etməliyik, özgüvənini artırması üçün nə etməliyik. Bu həmçinin müəllimlər də bunu maraqlana bilər. Çünki oxuyan uşaq zaten qabağa gedir, amma digər uşaqlara da biraz təkan verib nələrsə etmək lazımdır. Və uşağa mütləq şəkildə məqsəd qoymağı, yəni qarşısına məqsəd qoymaqdır, uşaqda planlamadır bayaqları dedim, mütləq şəkildə bir planlı şəkildə o cür uşaqlara dərs rejimi yazılarsa, məsələn, bu saat budur, bu saat budur, qazla gedən uşaqlar da var ki, yuxarı sinifdədirlər, heç nə planlaşdıra bilmirlər, planları yoxdur. Və nəticə itibarilə də dərsdən gerilənmiş olur. Yəni yalandan oxuyurlar. Getdim evimdə amca oxudum, testi yazdım, getdim də, yəni o hala gəlmiş olur. Ona görə müəyyən mənada o plan olmalıdır. Bugün nədir məqsədim? Gəldim, yedim, biraz dincəldim. Çantamı boşaltdım, sabahın dərslərini yığıram çantama və gündəliyimi yazıram. Gündəliyə uyğun olaraq. Birinci dərs bu, 2, 3, 4, 5. Oxudum, qoydum sumkama, oxudum, qoydum sumkama. Bu saatda yeməyimdir. Yəni plan olanda, özümüz də böyük insanlarda, həyatımız biraz planlı olanda, zaten planlıyıq da, biz böyük plan yazmasaq da, bu saatda yeməyimi bişirim, bu saatda məsələn işimə gedim. Bu saatda bunu eləyim, hər şeyə vaxt ayırırıq da. O planımız əldən çıxanda hər şey dolaşır da bir-birinə və yaxud da qonaq gələcək. Bunu eləyim, bunu eləyim, o yeməyi orada atım, dalınca bunu eləyim. Sıranı da o düzəldəndə hər şey qaydasında olur. Uşağa da, siz, məsələn, elə uşaqlar planlıdır. O doğulandan planlı uşaqdır, hər şey qaydasında gedir. Amma hər uşağa aid deyil də o. Biz də bugün elə o problemli uşaqlardan danışırıq. O planlı şəkildə siz ona plan çizərsinizsə və ya uşaqlara onu öyrədəriksə, uşağın o daxili aləmində olan psixoloji problemləri atmağında kömək edə bilərik və onun daxili motivasiyasını belə deyək də formalaşdıra bilərik. Və siz uşaqlara daimi elə şərait yaratmalı ki, onlar məktəbdə olanı da demirəm, amma məktəbdə gəlsin qeybət kimi, o onu dedi, bu bunu dedi, bu saçma yoldu, bu bunu elədi, müəllim bunu elədi, bu cür yox. Məsələn, əgər bir uşağın daxili psixoloji bir problemi varsa, onu sizinlə bölüşməyi, müəllimlə bölüşməyi öyrənməlidir ki, siz ona öyrədəsiniz ki, o gülənlər özləri üçün gülürlər. Yəni də ətrafa fikir verməmək. Yəni yaşamağı uşaq məsələn öyrənməlidir. Müqayisəni tamamilə ki, yəni uşağa nəsə deyirsinizsə də onun izahını verin. Bu olmaz deyib üstündən keçmək. Bunu etməlisən deyib üstündən keçmək. Olmaz. Çünki filan şeyə görə. Məsələn, sevirəm. İstəyirəm buna görə. Bunu istəmirəm eləyəsən. Məsələn, verin izahını. İzahınızı verəndə o uşağa psixoloji təsir eləmir. Sabah böyük insan olanda, yəni müəyyən yaşa çatanda da qəti o travma almır. Travma o zaman alır ki, yəni həm biraz aşağı yaşda almış o ən çox, həm də ki, müəyyən şeylərin izahını vermirsə, eləmə niyə? Getmə niyə? Yat məsələn niyə? Dur niyə? O niyələri desəz əgər, o uşaqda belə deyim də, problem yaşanmayacaq. İndi sabah da nəsə bir şey olanda gəlir sizə izah verə biləcək də. Məsələn, elə uşaqlar var ki, sakit təbiətlidirlər və motivasiyasız görünürlər də. Məsələn, belə şagirdlər var, tutaq ki, qız uşağıdır, sinifdə sakit vəziyyətdədir, suallara cavab vermir. Və müəllim düşünür ki, bunun üçün dərs maraqsızdır da. Əslində, psixoloji olaraq bu tip uşaqlarda o səhvlərdən qorxur. Dediyim kimi lövhəyə çıxacam. Bugün kimsə mən 9 sinif uşağının artıq o gülüş də onun üçün önəmli deyil. O gülməkdən qorxan uşaqlar ki, mənə kimsə güləcək, lağ eləcək, biraz aşağı sinifdə 9-cu 10 sinif uşağı üçün maraqlı deyil. Kimsə ona gülmür, gözləri də artıq o vəziyyətdə olmuş olur. Əsasən bu uşaqlarda səhvlərindən qorxurlar. Çünki o uşaqlar artıq bilsiz nədən qorxurlar. Evdə daimi onlara bu cür işlənir ki, filan şey ayıb olar. Filan şey eləsən ayıbdır. Ayıb hissi biraz uşaqlarda özünə qapatmağa gətirib çıxardır və dərslə bağlı, təhsillə bağlı, məktəbi ilə bağlı, o performansı ilə bağlı ayıbı o sahiblarına qatıb qarışdırıb bir-birinə və fikirləşir ki, mən nəsə eləyərəm ayıb. Məsələn, mən birdən bunu bilməsəm ayıb olar mənə.
Yəni yuxarı sinif şagirdlərində də o məsələn daxili ki özünə qapanma var. Onun da müəyyən istəsəməz səbəbləri olur. Uğursuzluq qorxusu olur bu tip uşaqlarda. Sosial utanc hissi artıq 8-ci sinif, 9-cu sinifdən sonra sosial fobiya deyirik də biz ona sosial utanc hissi formalaşmış olur. Həm bədən quruluşunun formalaşma vaxtında uşaqlarda müəyyən dəyişikliklər olur. Onlara mütləq şəkildə belə deyim, istər müəllimlər olsun, istər valideynlər olsun, mütləq şəkildə biz onu da düşünməlidir ki, ola bilsin bu uşağın geriləməyinə bu səbəb də ola bilər. O qədər o qız uşaqlarımız məsələn sinə böyümə zamanında necə deyim, geyimində dəyişiklik olur, lövhəyə çıxmaqda çətinlik çəkir, çünki utanc hissi yaşayır. Çünki evdə də biraz o qapaqlı, yəni bəzi şeylərdə biz kömək etməliyik onlara. Müəyyən yaş dövründə də bunları yaşamış olur. Yəni o sosial utanc hissini yaşayır. Siz uşaq bilməlidir ki, sinifdə səhv etmək də normal haldır. Həyatda da səhv etmək olar. Əsas o ki, biz səhvlərimizdən öyrənək. Biz müəllim olaraq səhv etmirik. Biz böyük olaraq səhv etmirik. Biz valideyn olaraq səhv etmirik ki, hər günümüzü sayacaq, axşam yatanda bir düşünürük, bugün hansı səhvləri etmişik. Biz də səhvlər edirik də, hər bir addımımızda səhv edirik, deyərdim ki. Danışıqlarımızda səhvlər edirik, münasibətlərimizdə səhvlər edirik. Bəs o da uşaqdır da. Biz hələ həyat görmüş insanlar, o hələ heç bir həyat görmür. Bax, gördüyü sinif yoldaşı və biz ailə mühitidir. O da gördüyünü hələ anlayır da. Dəqiqliklə niyə, nədən baş verdiyini anlamır axı. Ona görə də uşaqlar yəni səhv etmək normal halda. Əsas odur ki, niyəsini bilib, o niyəni aradan qaldırmağı biz uşaqlara belə deyəm də öyrədək. Və mütləq şəkildə yenə də bu tip uşaqlarda evdə tənqid dili dəyişilməlidir və müəllim də elə suallar verməli ki, o hazır olduğu rahatdan da, yəni asandan başlayıb o uşaqları dindirməli ki, birinci bu sual məni bilirəm 100% bildiyim bir şeydir də. Həm müəllim olaraq, həm valideyn olaraq bu daxili psixoloji problemlər var. Yəni onları mütləq şəkildə aşmağına biz uşağa kömək etməliyik də. Bir də deyərdim ki, motivasiya verən üsullar sırf müəllimlər üçün məktəbdə bilirsiniz ki, indi motivasiyanın qurulması önəmlidir. Dərsin ilk addımı bizdə motivasiyanın qurulmasıdır və dərs mühiti zamanı da o motivasiyanı davam etdirməsi uşağı elə bil ki, qarmağa çəkmək deməkdir. O balıq tutanda ki, qarmağa bir dənə soxulcan qoyurlar, tərpədirlər ki, o necə deyək, o qəşəng bir söz deyir, boyda balıqların içində yaşayan balıq bir dənə soxulcan qurbanı olur da. Onun o tərpənməyə necə gəldi, qarmağa düşdü və salam. Motivasiya budur, uşağı qarmağa çəkmək deməkdir. Baxın, biz bayaqdan valideynin, müəllimin və uşağın daxili psixoloji olaraq da o motivasiyasını artırma yollarından danışdıq. İndi bir də müəllimlərə aid olan, sırf dərs prosesinə aid olan hissədən danışım ki, bayaqdan dediklərimiz psixoloji yöndən idi. Təhsil yönümdən də dərsin ilk addımı motivasiya olmalıdır. Motivasiya nə deməkdir? Yəni dərs olaraq uşağın fikrini tənəffüsdən, yeməkdən, içməkdən, ailə problemi, hər şeydən ayırıb bugünkü dərsə yönətməkdir. Və motivasiya elə qurulmalıdır ki, yəni müəllimlər üçün deyirəm, dərs mühitində uşaq, necə deyim, indiki uşaqlar üçün, ayda, bu deməkmiş, bunu görmüşdüm, həyatda rastıma çıxmışdı. Motivasiya budur. Və sonra da maraqlı qalsın ki, dərsdən sonra nə olacaq? Bunu, yəni ən oxumayan uşaq belə bunu bilir axı. Ancaq motivasiyanı həyatdan, özün üzərindən götürmək və uşağı cəlb eləmək üçün önəmli. Yenə deyirəm, motivasiyanın qurulması dərsin ilk addımıdır. Sinifə girdiyin salamdan sonraki addımın sənin motivasiyanın qurulması olmalıdır. Birinci addım budur və bir müəllimin dərsində də oturanda ilk motivasiyanın qurulmasına baxırlar. Dərsin sonraki gedişi ondan çox-çox asılıdır. Motivasiya verən üsullardan birinci bizdə Karl Dweck var idi ki, Karl Dweck'in düşüncəsinə görə uşağı bilmirsən, bacarmırsan, yox, bacaracaqsan. Mən bunu, məsələn, bəzən deyirlər ki, bunu edəcəm. Deyirəm, edəcəm. Deyirəm ki, mən edirəm. Yəni, bunu özümüzə, necə deyim, daimi uşağın başına yerləşdirməliyik də. Məsələn, bu səhvlərindən öyrənməyə uşağa öyrətməliyik. Bacaracaqsan, bunu öyrətməliyik biz uşağa. Yəni, bu Karl Dweck'in düşüncəsini dəyişmə nəzəriyyəsi. Uşağın düşüncəsinə
nə təkan verirsə onu dəyişmək istiqamətində biz ona yönləndirməliyik. Səhv edirmi? Yəni mən də səhv edə bilərəm böyük olaraq. Hamı müəllim də səhv edə bilər. O görməlidir, müəllim də səhv edir, valideyn də səhv edir. Bunu uşaq bilməlidir. Uşaq bilməlidir ki, mənim gücüm nəyə çatır? Onu öyrənməliyəm. Dünənimlə başqası ilə yox. Mən özümü dünənimlə müqayisə etməliyəm. Mən çalışsam irəliyə gedə biləcəm. Bu gün evdə də valideyn bu təkanı verirsə və məktəbdə də müəllimin işi nədir? Mən bu gün çalışıram. Görürəm ki, uşaq az da olsa çalışır. Biz ona biz də təkan veririk. Sonra belə və bu şəkildə uşaq motivasiya verib irəliyə aparmaq olar da. Yəni uşaq da görür ki, az çalışdıqca yadımda qalır. Eybi 10 dəfə oxuyanda yadında qalmır, 15 dəfə ilə. Yəni təkrar edə-edə biz bu şəkildə uşağın düşüncəsini dəyişə bilərik. Nə zaman ki, uşağın düşüncəsini dəyişdik, uşaqda irəliyə getmək olar. Hani baxırda hansı istiqamətə dəyişirik, əksinə də dəyişmək mümkündür. İkincisi, kiçik bunları qeydlər aparın. Kiçik uğur pillələri mütləq etməliyik. Məsəl üçün 20 sual yox, 5 sualı həll elə. 20 sual onun üçün çoxdursa. Tutaq ki, məsəl üçün də 20 suallıq testi biz təzə başlayacaq, uşağı istəyirikdə irəliyə yapırıq. Onun 5-i sənin, 5-ini eləyə bildiyini, uşaq baxacaq 5-ini eləyə bilirsə, 6-ya çatdırmağa çalışacaq onu. Birdən-birə çox yox. Məsəl üçün, zamanı belə, əgər biz yeni başlayırıq, istəyirsə ki, hansısa bir uşağı canlandıraq, 2 saat yox, 25 dəqiqə, 20 dəqiqə, 15 dəqiqə. İnanın, o sonra o dəqiqələrin sayı da artmış olacaq və üçüncüsü seçim hüququ texnikasından istifadə etmək ki, danışdıqlarım müəllimlərə aiddir. Seçim hüququ texnikası nədir? Yəni ki, baxır, məsələlər var. Məsələlərin hamısını uşağa yükləməkdə, onsuz da sən heç bir nəticə almayacaqsan da, amma uşağın yaza biləcəyi məsələləri həll edəndə o da biləcək ki, nəsə yazır. Əslində biz onu anlatmış olur, o elə biləcək nəsə yazır. Siz də müəllim olaraq işi gördürmüş olar. Onsuz da çətin, məsələn, çıxıb lövhədə onu yazdır, yazsın. O uşaq üçün bir faydası yoxdur. İnanın, onu təzədən bir gün sonra soruşun, yenə o uşaq bilməyəcək, gücü satmır. Götürmü yox, biz hamısı hər şey bilirik ki. Məsələn, mükəmməl tort eləyə bilirik biz. Eşələmiz var, işini pişirə bilmirik. Ən yaxşı yemək eləyə bilirik, bəs biz nə eləmirik? Biz qadınlıq hər şeyi başarmalıyıq. Yox, bizim eləyə bilməyəcəyimiz bir şeylə var. Və yaxud da ki, digər cinsin nümayəndələri olsun, hər bir şeyi bacarmalıdırlar. Deyilən bir şey varmı? Yox. Bacarırlar mı? Yox. Biz hər şeyi bacarırıq? Yox. Onda uşaq niyə hər şeyi bacarsın? Yəni, bunu da nəzərə almaq lazımdır. Məsəl üçün, tutaq ki, düzdür, müəllimlərə deyirəm, amma məsələn, valideyndə deyilə bilər ki, riyaziyyatı da oxursan Azərbaycan dilinə. Demirik ki, gətir riyaziyyat oxu, gətir Azərbaycan dili oxu. Məsələn, deyirik ki, 2 seçim qoyuruq, uşaq elə bilir ki, o seçir. Azərbaycan dilində yazaq, yoxsa riyaziyyatı, o da ölməsi uşaq da deyəcək Azərbaycan dilində, və yaxud da riyaziyyat. Zaten bizim də məqsədimiz oxutmaqdır da, bu əslində anlatmaqdır. Amma necə anlatmaq uşağın gələcəyi üçün, yəni təkan verməkdən ibarətdir. Və yaxud da ki, yazılı test istəyirik, məsələn, universitetlərdə tələbələrdən soruşur, yazılı istəyirsiniz, şifahi istəyirsiniz. Və yaxud da ki, sual cavab edeyimsən, yoxsa dərsi danışırsan, yoxsa necə izah eləyəsən. Biraz seçim haqqını verəndə uşaqda biraz özgüvən yaran ki, mənim dediyimdir. Onda istər-istəməz irəliləmə olacaq da, onun dediyidir. Bax, bu seçim haqqının verilməsi də önəmlidir. Dördüncüsü, 10 dəqiqə əlaqə qaydası vardır ki, hər gün dərs danışmadan, tənqid edilmədən, məsləhət verilmədən sadəcə uşağı bir dinlənməliyik. Yəni, dinləyin də 10 dəqiqə, 10 dəqiqə. 10 dəqiqə dinləmə nədir ki, yəni bu valideynlərə aid olan bir şeydir ki, 10 dəqiqə uşağınızı dinləyin. Dərsdən da dersi qoyun qırağa. O bəzən oraya gedib bir yerdə otururuq, söhbət edirik, bir də göstərir, yanımıza yoldaşlarımız deyir ki, ayda, işi qoyun evdə də, çəkdim sabah nə yaxşı edə bilərəm, yəni özünü qiymətləndirmə olmalıdır və mükafatlandırma mütləq olmalıdır. Kiçik bir şey edirsə də biz onu mükafatlandırmalıyıq. O uşağı mükafatlandırmalıyıq. Sonra 7-ci dil dəyişmə, yəni niyə yenə belə etdiyin yerinə bu hissədə səndə nə çətin oldu deməyimiz daha yaxşıdır. Uğur xəritəsi və yaxud da ki, səndən heç nə çıxmaz yenə bunu birlikdə yaxşı edə bilərik.
uğur xəritəsi mütləq yazılmalıdır. Uşaqla bir yerdə məqsədlər çizilməlidir, kiçik addımları qeyd edilməlidir. Bayaqlar da dedim, müqayisə mütləq şəkildə dayandırılmalıdır. Belə deyim də, motivasiyanı dağıdan ən böyük düşmən deyərdim ki, elə müqayisədir. Uşağı başqası ilə yox, özünün dünəni ilə müqayisə edin və uşağa güclü olduğu tərəflərini bildirirsən, nədə güclüsən, hansı istiqamətdə güclüsən, mütləq onu üzə çıxarmalısın və səni fərqli edən nədir? Yəni motivasiya təzyiqlə artmır, qadağa ilə formalaşmır, sevgi, struktur, dəstək ilə motivasiya yaranmış olur. Yəni bu şəkildə siz uşağın motivasiyasını artıra bilərsiniz. Müəllimlər də nədən istifadə edə bilərlər? Layihə əsaslı öyrənmədən istifadə edə bilərlər, oyunlaşmadan istifadə edə bilərlər, fərdiləşmiş öyrənmədən istifadə edə bilərlər, pozitiv geri bildirimlərdən istifadə edə bilərlər, aktiv öyrənmə metodlarından, məqsəd qoyma texnikalarından istifadə edə bilərlər, texnologiyalardan istifadə edə bilərlər ki, bunlarda hər biri bir, belə deyim də, başqa bir mövzunun, deyərdim ki, daha geniş bir mövzulardan biridir. Yenə də istəsəz, yəni içərisi nədir, onu da ataram. Və yekunda onu demək istəyirəm ki, bir dənə pasiyentim olmuşdu, 14 yaşındaydı. Onu danışmaq istəyirəm, bununla da yekunlaşdıraq. Ata deyir ki, məsələn, mənim uşağım oxumur, telefon əlindən düşmür, heç nəyə həvəsi yoxdur. Sonra mən uşaqla söhbət elədim təklikdə. Uşaq əslində göz kontaktı falan qurmurdu, danışmaq da istəmirdi. Söhbət zamanı ona belə bir sual verdim ki, məsələn, səncə səndə problem nədir? Bir müddət belə deyim, bir seans danışdıq, bir efir vermədim. Məsələn, ikinci seansda deyir ki, problem mənimdir. Problem mənimdir, çünki hamı məndən narazıdır. Niyə deyirəm? Çünki səndən heç nə çıxmayacaq, filan kəsin oğlu artıq məsələn olimpiyadaya hazırlaşır, filan kəsin oğlu bu qədər bal yığdı, sən niyə belə deyirsən? Və belə bir cümlə qurdu ki, mən çalışıram, amma heç vaxt mən kifayət eləməyəcəm, onların istədiyi uşaq olmayacam da. Çünki o uşaq tənbəl uşaq deyildi. Sadəcə o uşaq yorulmuş uşaq idi. O uşaq sübut etməkdən yorulmuşdu ki, yəni mən buyam. Müqayisədən yorulmuş uşaq idi. Sevilmək üçün uğur qazanmaq məcburiyyətindən yorulmuş uşaq idi. Əslində biz nə elədik? Dərslərini dəyişmədik əvvəlcə. Yəni birdən-birə dərslərini dəyişmədik. Ay nə bilim, hazırlıqlarını artırmadıq, dərsə həvəsi olsun deyə telefonu birdən-birə qadağa qoymadıq. Əvəzində belə deyim də, sənə necə kömək edə bilərəm, niyə belə etdin, yəni valideynlərlə bu şəkildə danışıq apardıq və dəstək olaraq asta-asta addımlarla getdik və 3 ay sonraki uşaqla o yanımıza gələn uşağın arasında həddindən artıq çox fərqlənmə var. Baxın, ev mühitini dəyişməklə, yükləməklə yox və böyük fərqimiz nədən ibarətdir? Artıq o özünü, belə deyim də, bir problem hiss eləmirdi. Yəni problemin özündə oldu, çünki problemin öhdəsindən artıq özü gəlirdi axı. Məhz motivasiyası bax o nöqtədən başlayır da. Ona görə də son olaraq demək istəyirəm ki, əziz valideynlər, müəllimlər və ya da mütəxəssislər elə, psixoloqlar, indi kimlər varsa ki, bu təlimə qoşulub yararlanmaq istəyirlər, heç bir uşaq motivasiyasız doğulmur. O ümidlə doğulur da. Motivasiyanı öldürən çətin dərs deyil. Yəni, ya bəz deyirik, kitablar, təhsil sistemi, elə deyil. Motivasiyanı öldürən çətin münasibətlərdir. Sevgisizlikdir, dəyərsizlikdir. Bəzən uşağa lazım olan şey daha çox nəzarət deyil də, uşağa inanmaqdır. Siz ona inandıqca onu irəliyə apara bilərsiniz. Siz münasibəti düzəltdikcə onu irəliyə apara bilərsiniz. Siz ona özgüvənli verdikcə, onun ümidlərinə, arzularına inandıqca o uşağı irəliyə apara bilərsiniz də. Ona görə də sizin, bizim öhdəmizə çox böyük, belə deyim də, məsuliyyət düşür. Dediyim kimi, müəllimlərin də dəstəklədikləri metodlar sırf müəllimlərə aid mövzumuz, tamamilə başqa bir günün deyərdim ki, mövzusudur, amma yenə də onlarla da bağlı ki, dərsdə hansı metodlardan istifadə eləmək olar, yəni müraciət eləsəz demək olar. Baxın, yordum sizi, amma çalışdığım qədər əhatə eləməyə çalışdım, əsas nüansları qeyd etməyə çalışdım. Sualınız varmı, mövzu ilə bağlı və yaxud da Səbinə xanım? Vaxtımızın bitməsinə 7 dəqiqə qalıb. Əgər suallar varsa verə bilərlər.
Aha, buyurun. Sualınız var mı? Chat'e de yazabilirsiniz veyahut da bakın ki chat'te var mı? Sualınız var mı bu mövzuyla bağlı? Yoxdur deyəsən suallarımız, Əminə xanım. 7 dəqiqədə istəyirsiniz o son müəllimlər üçün olanı da belə deyək də deyim. Ən azından bəlkə müəllimlərimiz varsa, mən sizə təşəkkür edirəm dinlədiyiniz üçün. İnşallah ki bir dəstək ola bildim, kömək ola bildim. Müəllimlər üçün motivasiyanın qurulması həm müasir effektiv metodlardan mütləq şəkildə istifadə olunmalıdır. Həm daxili motivasiyanı artırmaq üçün, həm xarici motivasiyanı artırmaq üçün. Suallarınız varsa da chatə yaza bilərsiniz. Məsələn, layihə əsaslı öyrənmələr var ki, real mövzular seçməlidirlər müəllimlər, mütləq qrup işləri təşkil etməlidirlər. Bu uşaqlarda önəmlidir. Posterlər, videolar şəklində dərsi yekunlaşdırmalar da motivasiyanı artıra bilər ki, bir də effekti nə olacaq bunun? Təşəkkür edirəm, mən də sizə təşəkkür edirəm. Yəni məsuliyyətini artıra bilər, öyrənməni, uşaqda öyrənmənin mənasını görəcək. Oyunlaşmadan istifadə edə bilərlər ki, siz də çox sağ olun. Məsələn, xal sistemi verə bilərlər, səviyyələrə bölə bilərlər, kiçik mükafatlar, rəqabət, sağlam rəqabətli komandalardan istifadə edə bilərlər ki, bu da şagirdlərin maraq və aktivliyini yüksəldəcək. Fərdiləşdirilmiş öyrənmə mühitindən istifadə edə bilərlər ki, hər bir şagirdin özünə uyğun tapşırıq vermək, çətinlik dərəcəsini nəzərə almaq, seçim hüququ vermək, bu nəyə xidmət edəcək? Psixoloji olaraq özünə inamı artıracaq və uğur hissi yaratmış olacaq. Pozitiv geri bildirim nədir? Sadəcə qiymət yox, inkişaf yönümlü də. İnşallah ki o da keçər. Belə deyim, sadəcə qiymət yox, inkişaf yönümlü rəyin verməsi də önəmlidir. Məsələn, bu fikrim çox maraqlıdır, amma daha bir nümunə əlavə etsən, daha güclü olarsan, bu uşaqdan nə effekt verir? Şagirdi səhvdən qorxmur, öyrənməyə açıq olur. Aktiv öyrənmə metodları, debat var, rollu oyunlar var, diskursiyalar var. Bu da şagirdə pasiv dinləyici yox, fəal iştirakçı gücünü verir. Məqsəd qoyma texnikası var ki, dərsin əvvəlində bugün nə öyrənəcək və bunun üçün addım atanda onda şagird də məqsədini dəqiq bilmiş olur və deyərdim ki, texnologiyadan istifadə etmək müasir dövrdə təhsil tədbiqlərdir, video dərslərdir, vizual və dinamik mühit marağını artırmaqdır ki, bu da uşağa bir metod üzərində yox, bir neçə metodla öyrənməyinə kömək etmiş olacaqdır. Buyurun. Başqa sualınız varmı? Yoxdursa yekunlaşdıraq. Sağ olun, təşəkkür edirik. Səbnə xanım, yekunlaşdıraq mı? Bəli, suallar yoxdursa yekunlaşdıraq. Bəli, tamam, yoxdursa yekunlaşdıraq. Çox sağ olun dinlədiyiniz üçün. İnşallah ki, az da olsa sizə dəstək ola biləcək. Təşəkkür edirəm mən də sizə, Səbnə xanım, çox sağ olun. Mən də sizə təşəkkürümü bildirirəm, minnətdaram. Maarifləndirici təlim üçün çox sağ olun. İştirak edən üzvlərimizə təşəkkürümü bildirirəm. Bu qədər yəni. Çox sağ olun. Gecəniz xeyrə qalsın. Xeyrə qalsın, təşəkkürlər.